Mayın 22-sində Azərbaycan Milli Elmlər Akademiyasının rəisət heyətində Azərbaycan Milli Mətbuatının yaranmasının 151-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsay Bibəyli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Akademik İsay Bibəyli Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan Milli Mətbuatının 151 il ərzində şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olduğunu söyləyib. O, Cəlil Məmmədquluzadə, Məhəmməd Ağa Şaxtaxtinski, Üzeyir Hacıbəyli, Nəsir İmanquliyev və digər görkəmli ziyalıların mətbuat ənənələrinin formalaşması və inkişafında mühüm xidmətlər göstərdiklərini bildirib. Azərbaycanın Türk dünyasında milli mətbuatın teatr və opera sənətinin təşəkkül tapdığı ilk ölkələrdən biri olduğunu vurğulayan alim, milli mətbuatın banisi Həsən bəy Zərdabini bütün Türk dünyasının dahi mütəfəkkiri və Azərbaycan jurnalistlərinin mənəvi rəhbəri kimi dəyərləndirib. AMIA rəhbəri qeyd edib ki, milli mətbuat Azərbaycan dilinin saflığının qorunması, xalqın milli mənəvi dəyərlərinin yaşadılması, ictimai fikrin formalaşdırılması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvadın Ədəbiyyat İnstitutunun Mətbuat Tarixi və Publisistika şöbəsinin müdürü Professor Vüqar Əhməd çıxış edərək Ədəbiyyat İnstitutunda milli mətbuat irsinin qorunması və tədqiqi istiqamətində həyata keçirilən mühüm layihələr barədə məlumat verib. Tədbirdə Ədəbiyyat qəzetinin baş redaktoru, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, Xalq qəzetinin baş redaktorunun müavini Tahir Aydınoğlu, 525-ci qəzetin baş redaktorunun müavini Ədəbiyyatşünas Seyfəddin Hüseynli, o cümlədən AMIA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Dosent Zaur Əliyev Azərbaycan milli mətbuatının zəngin tarixi inkişaf yolundan cəmiyyətin maarifləndirilməsi və milli mənəvi dəyərlərin qorunmasında oynadığı mühüm roldan bəhs ediblər. Çıxışlarda müasir dövrdə medianın qarşısında duran vəzifələrdən peşəkar jurnalistikanın inkişafının, eləcə də elm və media əməkdaşlığının əhəmiyyətindən danışılıb. Milli mətbuat ənənələrinin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb. Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası rəisət heyəti aparatının ictimai əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Dosent Ağa Hüseyn Şükürov Azərbaycan milli mətbuatının 151 illik zəngin ənənələrinin bu gün də uğurla davam etdirildiyini bildirib. O, AMIA-nın ictimai əlaqələr və media sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verərək, akademiyanın elmi nailiyyətlərinin science.gov.az portalı, Elm qəzeti, Elm və Həyat jurnalı, Elm TV və sosial media platformaları vasitəsilə operativ şəkildə ictimaiyyətə çatdırıldığını diqqətə çatdırıb. Bildirib ki, şöbə tərəfindən elmi tədbirlərin informasiya təminatı, foto və video çəkilişləri, press relizlərin hazırlanması, alimlərin media əlaqələrinin təşkili və elmi müəssisələrin ictimai əlaqələr fəaliyyətinin koordinasiyası ardıcıl şəkildə həyata keçirilir. Ağa Hüseyn Şükürov həmçinin son illər AMIA-nın sosial media fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulduğunu qeyd edib. Sonda bir qrup media nümayəndəsi mükafatlandırılıb. Leyli Nami qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.